Əsas demək istədiyim şey, son vaxtlar paylaşımlarıma baxanda diqqət etdiyim bir məqam. Çox asosial davranırdım, çox asosial takılırdım. Son vaxtlar bir dənə yerə getmişəm cəmi bir və ya iki özümü nəsə sosial sayıram. Çünki həmin o asosiallıq dövründən sonra heç bir yerə getmirsən, insanlarla təmas qurmursan, nə mənada? Yəni normalda sosiallaşmaq deyəndə hara getmək nəzərdə tutulur? Həmin yerləri deyirəm. Bəzən marağın olmur, bəzən istəyin olmur, o mənada. Bəzən pulun olmur, bəzən zamanın olmur. Dediyim kimi, bəzən tək getmək istəmirsən, bəzən xüsusi ehtiyacın olur ki, elə yerlərə tək gedəsən və gedirsən də seçimdən asılıdır və insan əhval-ruhiyyəsi ilə bağlı bir şeydir və günü, zamanı, həyatını necə planladığı ilə bağlıdır. Fikir verdiyim, əskiliyini hiss elədiyim bir şey, hamı demək olar ki, ilin sonunda yekunu hesabat verib də bu il buralara getdim, təzədən videolar paylaşıb, təzədən bir şeylər edib, xoş anı birikdirdiyi nə vardısa, getdiyi məkanlar olsun, hər şeyi maraqlı bir şəkildə təqdimat edib, sunum edib. Onun əskiliyini istədim. Əslində tam olaraq əski yox. Çünki bəzi xırda bir şeylər biz də eləmişdik. Yəni bizim üçün böyük addımlar, başqası üçün kiçik çoxdan elədiyi, ona halva kimi gələn sadə bir şeylər bizim üçün böyükdür. Çünki ilk dəfə idi eləyirdik. O ola bilər. Təbii ki, bu hamı da elədi. Məsələn, bayaq bir dənə şəkil gördüm. O şəkildə məni maraqlandıran bir şey var və daha öncə heç görməmişəm. Yəni hamı da bu elədir də. Daha öncə heç getmədiyi bir yer olsun, görüb toxunmadığı bir əşya olsun. İlk dəfə gedəndə ona qeyri-adi gəlir. Daha sonra getdikcə, gördükcə adiləşir. Bəzən olur ki, yəni zamanında ona nəsə önəmli bir şeymiş kimi gəlməyən bir şeylər sonradan artıq anlamını çox böyük mənada qazanır. Hayal kırıklığı, peşmanlığın fonunda. Yəni zamanda adi olan, olması gərəkən olan, indi hal-hazırda başqası üçün çox adi olan bir şey sənə süni acılıq yarada bilərlər və sən o şeyin yoxluğunu dərindən hiss eləyə bilərsən. Bütün hallarda hər şeyin yoxluğunu özünə dərd eləməyən, hər zaman toxluqda olan və ya bir şey var olduğu zaman sevinib və onun olmaması da özünə dediyim kimi çox da dərd eləməyən, itki saymayan adamlar, hər şeyə adaptasiya oluna bilən adamlar dəhşət gözəldir də. Yəni onlar üçün bu gün burdayamsa, sabah burada olmasam nə ola bilər? Neyniyərəm görəsən, qəbul eləmərəm, istəmərəm belə olmaq kimi dırnaq içində qorxular, çox mənasız qorxular sayıla bilər başqa insanlara görə. Dediyim kimi, onlar üçün fərqi yoxdur yaşadığı yerin ölçüsünün, kimlərin arasında olduğunun. Onlar çünki hər məqamda özlərinə uyğun bir çarə gəlişdirə bilərlər. Fərqi yoxdur ki, nə qədər, yəni yükləri olsun həmin an, həmin mərhələdə, həyatın həmin dönəmində onlar bir şəkildə hər şeyi yoluna qoyurlar. Çünki onlar üçün bütün yüklər birdən gəlmir də. Hamı üçün onsuz da bu belədir. Bir gün bir dəfə o körpəni uşağı necə öyrəşdirirlər soyuğa, immunitet qazansın, uşaq nə bilim doğulanın hansısa neçəsi ayından yəni aparırlar, ona adi gəlsin, şaxtadan qorxmasın, istidən qorxmasın. Necə demirlər, uşaq mikroblarla tanışsın. Bəzən uşaq olanda evdə, uşaqlı evlərdə analar və ya başqaları takıntı halına gətirir də təmizliyi. Dəhşət hər şey qaydasında olsun, xalçaya toxunar, onu ağzına atar, bunu neyniyər. Təbii ki, o dönəmdə diqqət edilməsi gərəkən bir şeydir. Amma sonradan artıq bağça dönəmində uşaq artıq evdən uzaqlaşır. Müəyyən bir neçə saat müddətində o məktəbə hazırlıq dövrü olsun. Belə-belə artıq evə, yəni normal insan yetişdirirsə, evə sadəcə yatmaq üçün uğrayan, bütün həyatını hər yerdə qaydaya qoya bilən, ən azından yaşlılıq dönəminə qədər. Çünki yaşlı, düz deyək, kabluk giyinən, çox gözəl giyinən, narahat geyimlər də giyinən iləri yaşlarda adamlar var. Amma məsələn, mən rahatı sevən adamım da. Rahat deyəndə giyimimin rahat olmasını, əynimin, ayaqqabımın rahat olmasını xoşlayıram da, bir damcı rahat edən durum olsa. Yəni görünüşə çox önəm vermirəm o mənada ki, mən rahat olum da, ayağımı sıxmasın, məni narahat eləməsin dərimi kimisindən. Amma elə adamlar var ki, gözəllik onun üçün ön plandadır da. Narahat parçanı giyinir. Mən deyirəm, bu adam bu parça ilə necə işləyə bilər də, yəni
Düz deyə, əli ayağı təmiz işlər var onun üstündə. Amma yenə də yəni bu adam parça səni tərlədir. Əgər forma yoxdursa, özün seçimi verirsənsə, niyə seçimin bu parçadan yana olsun? Demək ki, adam üçün cəlbedicilik ön plandadır. Onun üçün o parlaq rəngli atlas gedir, bilmirəm, parçanın adı nə gedir, onlara çox dərin detallarını bilmirəm. Yəni də o bir də bəzi parçalar var ki, bədən elə bir kiloda, elə bir bədən quruluşunda olmalısan ki, onları daşıya biləsən. Ona görə öz bədənini tanımaq hər zaman deyirəm ki, önəmli bir şeydir. Tək mənim dediyim bir şey deyil. Bu onsuz da ən azından 30 yaşına çatmış birinin bildiyi bir gerçəklərdir və bədən proporsiyalarına uyğun geyinmək, özünə nəyin rahat olduğunu bilmək, anlamaq, kimlə ünsiyyətin darıxdırdığını, bezdirdiyini və ondan qaçma üsullarını artıq anlayan, hər vəziyyətdən çıxa bilən insan da müəyyən həyat təcrübəli, müəyyən baqajla gəlirsən deyilir. Baxışından, bədən dilindən, duruşundan, başqası ilə təmas, seçdiyin kəlmələrdən, hər şeydən. Bəzən dediyim kimi dinlənmə ehtiyacı böyük olur kimdəsə, bəzən sadəcə danışmaq istəyirsən. Elə eyni şeydir, danışmaq istəyəndə dinlənmə ehtiyacın olur. Görülmə, sözlərinə önəm verilməsi, dəyər görmək, bütün insanların istədiyi onsuz da bir şey var. Yaxşı yaşamaq, yaxşı geyinmək, yemək, yaxşı yerlərdə gəzmək, ürəyi istədiyi yerdə yaşamaq, ürəyi istədiyi insanların əhatəsində olmaq, sevdiyi yerlərə getmək, məcbur olduğu yerlərdə getməmək. Bir gün elə bir həyat lüksü olsun ki, məcbur getdiyi yerlərdən artıq uzaqlaşsın və bu onu sıxmasın, narahat eləməsin. Bəzən insan o qədər məcburi bir şey eləyir ki, sonra o olmayanda darıxır, narahatlıq hiss edir. Halbuki bu onun gerçək istəyi deyil də. Yəni o qədər məruz qalıb ki, eyni şeyə, artıq öz istəklərini o qədər bastırıb ki, yəni bilmir də necə yaşasın hal-hazırda. Həmin o məruz qaldığı proses həyatın böyük bir qismindən çıxanda sən onun üçün böyük efor xərcləyə bilərsən, cəhd eləyə bilərsən ki, mən artıq bu həyatı yaşamaq istəmirəm. Hər mövzuya dair bunları eşitdiyiniz zaman ağlınıza nə gəlirsə ki, hə bu şeylərdən danışmış ola bilər. Bəzən insan elə bir heç eşitmədiyi şeyləri bəlli platformalardan eşidir ki, sənə qəribə gəlir, amma yox, deyirsən daha öncə də eşitmişəm, qəribə gələ bilməz. Ümumiyyətlə bəlli bir frekansda olursan da, yəni sənə heç nə qəribə gəlmir. Ən azından dinləmək qəribə gəlmir. Çünki kimsə danışıb öyrəşdirib artıq. O kimsə də YouTube ola bilər, Instagram, TikTok ola bilər. Yəni hər şeyin kim üçünsə adiləşməsi bundan başlayır. Ona görə 18 yaşına çatmayan fərdlər, bireylərin hamı, əsasən də valideynlər, cəmiyyət əgər bacarsa, onların üstündə o qədər əsir ki, sən özünə örnək gördüyün, nümunə kimi gördüyün adamlar, qarşına sürekli çıxan o belə eləmədiyin adamlar var, hansı ki, sənin həyatında artıq bir gün 3 dəqiqə dinləyirsən, sabah 30 dəqiqə dinləyirsən, artıq sənin dostundan, yaxınından daha çox sənin nümunə olur, geyimi ilə, hansısa bir tatusu ilə, nə bilim, piercingi ilə, o su ilə, bu su ilə. Onlar pis bir şeylərdir demirəm. Sadəcə misal olaraq deyəndə onlar da ağla gəlir. Dinlədiyi mahnı ilə, zövqləri ilə, yemək alışqanlıqları ilə, vərdişləri ilə, hər şey.